Müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün tərbiyəçilərin müsahibə sual-cavabının 8-ci hissəsini çəkirəm. Bu hissədə 20 sualın izahını verəcəm. Vaxt itirmədən keçid edək suallarımıza. Demək, 131-ci sualda soruşur ki, uşaq oyuncağı qıran zaman nə edirsiniz? Uşaq oyuncağı qıran zamanı onu danlamaq və cəzalandırmaq əvəzinə sakit şəkildə yanaşaram. Uşağın oyuncaqlara düzgün münasibətin vacibliyini izah edərəm. Onunla birlikdə oyuncağı bərpa etməyə və ya düzəltməyə çalışaram ki, məsuliyyəti hiss etsin. Əgər bu mümkün deyilsə, ona bildirərəm ki, əgər oyuncaqlara diqqət etməsək, onlar tez sınar və biz onlarla daha oynaya bilmərik. Bu zaman uşaq özlüyündə bu fikirdən nəticə çıxarmağa çalışacaq. Ümumiyyətlə, belə situasiyalarda uşaqlara məsuliyyət yükləmək lazımdır. Uşaq artıq etdiyi davranışın düz olmadığını anlayacaq və bir də belə bir hərəkətə yol verməyəcək. 132-ci sualda soruşur ki, irradiasiya nədir? İrradiasiya sinir sistemində oyanıqlığın yayılması deməkdir. Yəni, sinir hüceyrələrində yaranan həyəcan bir mərkəzdən digərinə keçir və uşağın davranışına geniş reaksiya yaradır. Kiçik yaşlı uşaqlarda sinir sistemi tam formalaşmadığı üçün irradiasiya daha güclü olur. Buna görə də uşaq bir hadisəyə emosional reaksiya verərkən bəzən başqa hərəkət və davranışlarına da təsirini göstərir. Bunu sadəcə əzbərləyin. 133. Hiperaktiv uşaq və inadkar uşaq necə olur? Bunlar əslində bir-birinə oxşasalar da tamamilə ayrı-ayrı fikirlərdir. Hiperaktiv uşaq çox hərəkətli, yerində sakit oturmayan, diqqətini uzun müddət toplamaqda çətinlik çəkən, bir fəaliyyətdən digərinə tez keçən uşaqdır. Onlar çox vaxt tələskən davranır, nəticəni gözləməkdə çətinlik çəkirlər. İnadkar uşaq hər hansı işi istəmədikdə qətiyyən qəbul etməyən, dediyini etməkdə israr edən, qaydaları bəzən bilərəkdən pozan və ya öz fikrini qəbul etdirmək üçün dirənən uşaqdır. Yəni, hiperaktiv hərəkətlidir, inadkar isə adı üstündə, yəni inadkarlıq göstərir. Bütün situasiyalarda öz sözünü keçirtməyə çalışır. Yəni, tamamilə fərqli anlayışlardır. 134. Diqqət əksikliyi olan uşağı məşğələyə necə cəlb edərsiniz? Diqqət əksikliyi olan uşağı məşğələyə cəlb etmək üçün ilk növbədə dərsi daha maraqlı və oyun elementləri ilə quraram. Təlim materiallarını rəngli, hərəkətli və uşağın marağına uyğun təqdim edərəm. Tapşırıqları kiçik addımlara bölərəm ki, uşağın diqqəti itməsin. Onu tez-tez fəal iştirakçı kimi prosesə qataraq müsbət dəstək verərəm. Əlavə olaraq uşağın diqqətini artırmaq üçün qısa fasilələrlə diqqət məşqləri və sadə hərəkət oyunlarından istifadə edərəm. Ümumiyyətlə, uşaqların diqqətini məşğələyə cəlb etmək elə də asan olmur. Diqqət yayınıqlığı olan uşaqlarda isə xüsusilə bu proses çətin olur. Ona görə biz onun diqqətini elə cəlb etməliyik ki, yəni bizim məşğələmiz o qədər maraqlı olmalıdır ki, onun diqqətini cəlb edə bilək. Ən əsası da oyun xarakterli. Yəni biz bir müəllim olaraq uşaqların maraqlarını bilməliyik. Onlar nəyə maraq göstərir, onları nəzərə almalıyıq və məşğələmizi də o istiqamətdə qurmalıyıq. Elkoninin yaş periodizasiyası hansıdır? Baxın, əslində Elkoninin yaş periodizasiyası deyə də bilmədim. Əslində belə deyək də uzun gedir. Amma mən bunun belə deyək də bizim bağçaya qədər olan hissəsini qeyd elədim. Erkən inkişaf, sağalıq və körpəlik, aparıcı fəaliyyət. Sağalığın aparıcı fəaliyyəti çağa ilə daha çox təmasda olan şəxs affektiv ünsiyyət və qarşılıqlı əlaqə bağlılıq, ilkin inam hissinin yaradılması. Yəni, ilkin olaraq dünyaya gələn uşaq təbii ki, kimlə əlaqə qurur? Anı ilə. Anı ilə əlaqə quran zamanı təbii ki, onda müəyyən emosiyalar yaranır. Yəni, uşağın, ananın üzündəki olan emosiyaları o uşaq hiss edə bilir. Və üstünlüyü təşkil edən inkişaf isə motivasiya dəyər sferası. Daha sonra körpəlikdə isə 1-3 yaşdakı aparıcı fəaliyyət, yəni ətrafdakı əşyalarla manipulyasiya, nitq bacarıqlarının formalaşması. Biz, yəni 1-3 yaş deyəndə ilk ağlımıza manipulyativ fəaliyyət gəlir ki, uşaq əşyalardan təmasda olur və onlardan manipulyativ fəaliyyət belə deyə icra edir. Və inkişaf sferası isə intellektual və kognitiv sfera. Bir də buna baxın ki, motivasiya dəyər sferası bir sağalıqdadır, bir də məktəbə qədər dövrdədir. Növbəti qələmdə götürək. İntellektual və kognitiv sfera isə bir körpəlikdədir, bir də kiçik məktəbli dövründədir. Baxın,
Bunlara diqqət edin. Sonra gəlirik məktəbə qədər yaş dövrünə. Məktəbə qədər yaş dövrü 3-7 yaşı əhatə eləyir ki, burada müstəqil dəqiqə. Burada müstəqil olmaq, sərbəst hərəkət etmək arzusunun yaranmasından doğan inkişaf uşaqda rollu oyunları ön plana çıxarır. Məsələn, uşaq böyükləri, canlıları yamsılayır. Yəni təqlid. Burada biz bilirik ki, uşağın məktəbə qədər dövrdə əsas fəaliyyət oyundur. Oyundan söhbət gedirsə, təbii ki, təqlid də olmalıdır. Burada yaradıcı oyunlardan da belə deyək, əlaqəli olur. Və burada inkişaf sferası isə motivasiya və dəyər sferasıdır. Baxın, motivasiya və dəyər sferası. Bir də harda dedik, bir də dedik sağalıqda var. Sonra gəlir kiçik məktəbli dövrə. Kiçik məktəbli dövründə də təbii ki, başlıca fəaliyyət nə ola bilər? Təlim ola bilər. İntellektual fəaliyyət və birbaşa təhsil fəaliyyəti prosesində özünü anlamaq istəyindən yaranan öyrənmə cəhdləri və inkişaf sferası intellektual kognitiv sfera. Niyə intellektual? Çünki burada uşaq öyrənir. Yəni 7-10 yaşında məktəbli bir dövrüdür ki, 7-10 yaşında təbii ki, uşaq öyrənir. Ona görə intellektual kognitiv sfera. Bir də körpəlik dövrü. Körpəlik dövründə də yenə də öyrənir. Ona görə də intellektual kognitiv sfera. Axı əşyaları kəşf etməyə çalışır. Kəşf edən zamanı onları analiz eləyir. Yəni onu hissələrə bölünür. Bölən zamanı öyrənir də, kognitiv xarakter daşıyır. Belə. Daha sonra keçirik hara? Deyir, bağçada uşaqlara özünüzü necə təqdim edərsiniz? Maraqlı sualdır. Uşaqlara özümü təqdim edərkən sadə və mehriban dillə danışaram. İlk növbədə gülümsəyərək adımı deyərəm. Salam uşaqlar, mənim adım Göyçək müəllimədir. Mən sizinlə birlikdə öyrənmək, oynamaq və dost olmaq üçün buradayam. Uşaqların diqqətini cəlb etmək üçün kiçik oyun salamlaşma mahnısı və ya sual verirəm ki, siz oyunları sevirsinizmi? Mən də sevirəm. Gəlin birlikdə oynayaq. Bu uşaqların həm məni tez tanımasına, həm də mənə güvənməsinə kömək edir. Mənim üçün əsas məqsəd ilk gündən uşaqlarda müəllimə qarşı sevgi, etibar və yaxınlıq hissi yaratmaqdır. Çünki uşaqlar müəllimə güvəndikdə öyrənməyə daha həvəslə yanaşırlar. Ümumiyyətlə siz diqqət eləmisinizsə, uşaqlar sizə güvənəndə sizinlə daha yaxın münasibət qururlar. Sizdən utananda, çəkinəndə, sizdən qorxanda sizinlə ünsiyyətdən qaçırlar. Ona görə siz elə təəssürat yaratmalısınız ki, onlar sizə güvənsinlər. Onlar sizə öz fikirlərini, öz sözlərini gəlib deməyə çəkinməsinlər. Və bunun üçün də düşünürəm ki, vacib olan oyundur. Oyunlardan siz onların qəlbinə yol tapa bilərsiniz. Onlardan yaxın dost ola bilərsiniz. Belə halda onlar özlərini güvəndə hiss edirlər. Çünki təhlükəli mühit hər zaman uşaqları qorxuzur. Daha sonra məşğələyə əvvəlcədən hazırlaşmamısınız. Nə vaxt nə edərsiniz? Yəni bu sual ümumiyyətlə ən çox verilən suallar arasındadır. Siz belə suallarda hər zaman özünüzü nəticə yönlü bir müəllim kimi təqdim edirsiniz və qeyd edirsiniz ki, mən işimə qarşı məsuliyyətli biriyəm, hazırlıqsız heç vaxt məşğələyə girmirəm. Yəni əgər siz məşğələyə gələn zamanı plan sizin yanınızda olursa, demək ki, məşğələnin resursları da sizin yanınızda olmalıdır. Əgər planınız olmasa, siz məşğələyə girə bilmərsiniz. Demək, plan sizin üçün vacibdirsə, sizin üçün məşğələnin resursları da vacib olmalıdır. Resurs olmadan necə məşğələyə girmək olar? Siz danışdıqlarınızı bizzat göstərmək istəyirsiniz. Göstərmək üçün də sizə resurs lazımdır. Ona görə nə etmək lazımdır? Qarşı tərəfə çatdırmalısınız ki, siz məsuliyyətli bir müəllimsiniz və siz hər zaman məşğələyə hazırlıqlı gəlirsiniz. Bir də ən çox verilən sual. Özünüzü 10 üzərindən neçə qiymətləndirərsiniz? Qeyd eləyə bilərsiniz ki, düşünürəm ki, bunu siz qiymətləndirsəniz daha yaxşı olar. Yəni seçimi onlara buraxın. Çünki siz daha yüksək bal verib də özünüzü həddindən artıq dəyərləndirə bilərsiniz və ya da aşağı bal verib də özünüzü daha aşağı qiymətləndirə bilərsiniz. Bu da artıq insan özünü aşağı qiymətləndirəndə özünü qiymətləndirmənin aşağı olmasından irəli gəlir. Yəni situasiya burada artıq qarışa bilir. Təlim strategiyası nədir? Qeyd edə bilərsiniz ki, strategiya əvvəlcədən müəyyən edilmiş nəticələrə çatmaq üçün hazırlanan məqsədlər zənciri, subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir. Strategiya minimal əmək, vaxt və resurs sərf etməklə optimal nəticəyə necə çatmağın yollarını göstərir. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir ki, o aşağıdakı məsələləri əhatə edir. Təlim prosesi və onun təşkili prinsipləri, təlimin təşkilində istifadə olunan forma və üsullar, təlimin planlaşdırılması. Ümumiyyətlə strategiya bu məsələləri əhatə edir. Yəni biz
Strategiyada bunları öyrənirik. Ayrıca, yəni mövzu kimi bunları keçirik, belə deyək də, öyrənirik. İstər təlim prosesi, iş prinsipləri olsun, üzr istəyirəm, təşkili prinsipləri olsun, iş formaları və iş üsulları olsun və planlaşdırma olsun. Ayrıca bir mövzu olaraq qeyd edirik. Uşaqları qoruyan təşkilat. Beynəlxalq səviyyədə UNICEF, yəni BMT-nin uşaq fondu dünyada uşaqların hüquqlarını, təhsilini, sağlamlığını qorumaq üçün fəaliyyət göstərir. Ölkəmizdə də yəni qeyd edə bilərsiniz ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumları qoruyur. Az standart nədir? Az standart əsas standartlarla ifadə olunmuş fikrin müəyyən hissəsidir. Standart ümumi məqsədi göstərirsə, az standart uşağın hansı bilik, bacarıq və vərdişləri qazanmalı olduğunu daha aydın şəkildə ifadə edir. Bu bizə uşağın inkişafını mərhələli izləməyə və qiymətləndirməyə kömək edir. Daha sonra differensial yanaşma nədir? Differensial yanaşma uşaqların fərdi xüsusiyyətlərini, qabiliyyətlərini və öyrənmə sürətini nəzərə alaraq onlara uyğun metod və tapşırıqlar tətbiq etməkdir. Yəni bütün uşaqlara eyni cür deyil, hər birinin yaşına, marağına, bacarığına uyğun fərqli yanaşmaqdır. Bu üsul uşağın öz potensialını maksimum dərəcədə üzə çıxarmağa kömək edir. Yekun hesabatda valideyn sizinlə razılaşmır, nə edərsiniz? Əvvəlcə valideyni səbirlə və diqqətlə dinləyərəm, onun fikirlərini və narahatlıqlarını tam başa düşməyə çalışaram. Sonra öz müşahidələrimi və uşağın inkişafına dair faktları aydın şəkildə izah edərəm. Əgər valideynin haqlı məqamları varsa, onları nəzərə alaram. Əsas məqsəd mübahisə aparmaq yox, əməkdaşlıq mühiti yaratmaqdır. Çünki uşağın inkişafı yalnız müəllim və valideyn arasında qarşılıqlı anlaşma ilə mümkün olur. Ümumiyyətlə bütün situasiyalarda, təkcə yəni hesabatda deyil, bütün situasiyalarda valideyn sizinlə razılaşmaya bilər. Bu halda yəni səbirlə onu dinləyin, axırda isə öz fikrinizi əsaslandıraraq onlara çatdırmağa çalışın. Daha sonra valideyn uşaqlara həddindən artıq xüsusi qayğı göstərməyinizi istəyir. Nə edərsiniz? Belə situasiyalar bağçalarda olur. Mən hər bir uşağa bərabər münasibət göstərirəm. Valideynin istəyini anlayışla dinləyərəm, amma izah edərəm ki, bütün uşaqlar eyni dərəcədə diqqət və qayğıya layiqdir. Əgər valideynin xüsusi narahatlığı varsa, onu dinləyib uşaqla bağlı fərdi müşahidələr apararam. Amma ümumilikdə həddindən artıq xüsusi qayğı göstərmək düzgün deyil. Çünki bu uşaqlar arasında ədalətsizliyə və ayrıseçkiliyə səbəb ola bilər. Əsas məqsəd bütün uşaqlara sevgi və qayğı və bərabər yanaşma göstərməkdir. Məktəbə hazırlıq qrupunun yaşı. Məktəbə hazırlıq qrupunun yaşı 5-6 yaşdır. Ümumiyyətlə suallara diqqət edin. Baxın, məktəbə qədər təhsildə isə 1-6 yaşdır. Məktəbə qədər dövrdə isə 3-6 yaşdır. Erkən inkişaf desə 1-3 yaşdır. Amma məktəbə hazırlıq 5-6 yaşdır. Yəni diqqət edin cümlələrə. Ana kimi hansı fəaliyyətlə məşğul olmusunuz? Çox maraqlı sualdır. Çalışın bu sualda özünüzü peşəkar kimi təqdim edəsiniz. Yəni qeyd edin ki, imtahana qədər mən daim öz üzərimdə çalışmışam. Eyni zamanda kurslarda, eyni zamanda uşaq hazırlığına məşğul olmuşam. Yəni özünüzü belə deyək də peşəkar kimi təqdim edin. Yəni boş durmadığınızı, daim öz üzərinizdə çalışdığınızı qeyd edin. Burada mən nə qeyd eləmişəm? İmtahana qədər uşaq bağçası sayəsində aid biliklərimi artırmaq, metodik materiallarla işləmək, pedaqoji ədəbiyyat oxumaq və müsahibə suallarına hazırlaşmaqla məşğul olmuşam. Bundan əlavə uşaqlarla praktik iş nümunələrinə baxmış, onların inkişaf xüsusiyyətlərini öyrənməyə diqqət yetirmişəm. Bu fəaliyyətlər mənə həm nəzəri, həm də praktik baxımdan imtahana hazırlaşmaqda kömək edib. Eyni zamanda qeyd edə bilərsiniz ki, özəl kurslarda işləmişəm, özəl bağçalarda işləmişəm. Yəni ki, özünüzü daha peşəkar səviyyədə göstərin. 147. Uşaqlarla işləmək sizə nə verir? Uşaqlarla işləmək mənə sevinç, motivasiya və ilham verir. Onların sadəliyi, səmimiyyəti və sevgisi insana həyat enerjisi bəxş edir. Hər gün uşaqlardan yeni nəsə öyrənirəm, onların inkişafına dəstək olmaq isə mənim üçün həm peşəkar, həm də şəxsi məmnunluqdur. Uşaqlarla işləmək mənə həm səbir, həm də yaradıcılıq bacarığı qazandırır. Belə. Uşaq yönümlü və şəxsiyyət yönümlülüyün fərqi. Uşaqyönümlü yanaşma uşaqların ümumi yaş xüsusiyyətlərini, ehtiyac və maraqlarını nəzərə alır. Şəxsiyyət yönümlü yanaşma isə hər bir uşağı ayrıca fərd kimi qəbul edir, onun individual qabiliyyət və xarakterinə uyğun inkişafını dəstəkləyir. Yəni uşaqyönümlü ümumi, şəxsiyyət yönümlü fərdi yanaşmadır. Meyl daha üstündür, yoxsa maraq?
Meyl və maraq bir-biri ilə bağlı anlayışlardır, amma meyl daha üstündür. Maraqlar çox vaxt müvəqqəti ola bilər. Uşaq bu gün bir oyuncağa, sabah başqa fəaliyyətə maraq göstərə bilər. Meyl isə daha dərin və davamlıdır. İnsanın daxili istedad və qabiliyyətinə uyğun olaraq formalaşır. Ona görə də tərbiyəçi uşağın yalnız maraqlarını deyil, həm də meyllərini müşahidə edib dəstəkləməlidir. Uşaq, valideyn və müəllim əməkdaşlığında uşaq, valideyn və müəllim nə qazanacaq? Çox maraqlı sualdır. Uşaq sevgi və dəstək mühitində böyüyür, özünü güvəndə hiss edir, həm evdə, həm bağçada eyni istiqamətdə dəstək gördüyü üçün öyrənmə və sosial bacarıqları daha sürətlə inkişaf edir. Yəni uşağın qazancı bu oldu. Valideyn övladının inkişafı və davranışları haqqında dəqiq məlumat alır, müəllimlə əməkdaşlıq sayəsində övladını daha düzgün istiqamətləndirə bilir. Onsuz valideyn evdə də uşağını istiqamətləndirə bilər. Amma müəllimin istiqaməti tamamilə fərqlidir. Çünki müəllim pedaqoji cəhətdən istiqamətləndirir. Çünki uşaq müəllimin sözünə daha yaxşı qulaq asır, onun verdiyi tələbləri daha yaxşı icra edir. Amma valideynin fikirlərinə o qədər də diqqət etməyə bilər. Ona görə yəni uşağın təlim tərbiyəsində valideynə müəllim çox kömək göstərir. Müəllim, yəni tərbiyəçi, uşağın ailə mühitini və xüsusiyyətlərini daha yaxşı tanıyır, valideynin dəstəyini hiss edir və pedaqoji işində daha yüksək nəticə əldə edir. Nəticə olaraq hər üç tərəf, uşaq, valideyn və müəllim qazanır. Ən əsası isə bu əməkdaşlıq uşağın sağlam, xoşbəxt və uğurlu inkişafına xidmət edir. Məqsəd nədir? Məqsəd uşağın təlim tərbiyəsidir. Ona görə istər müəllim olsun, istər valideyn olsun, istərsə də uşaq olsun. Bu üçbucaq düzgün şəkildə təşkil olunduqda, düzgün şəkildə də təbii ki, pedaqoji proses həyata keçirilir. Yəni əsas bu üçlüyün düzgün şəkildə əməkdaşlığıdır. Müəllimlər, bizim sualcağımız bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.